Sözlü adama oxşayırsan. Ayda, əslində mən səndən icazəsiz bir iş görmüşəm. Amma əsəbləşməmişdən qabaq qulaq as, olar? Sən məni əsəbləşdirəcəksən, neyə bilərsən ki? Ayda, elə bir ki, bir şirkət var. Mən o şirkətə CV vermişdim. İndi onu qəbul ediblər. Məni də çağırırlar ki, gedim görüşüm. Yəni sən icazə verirsənsə, gedim görüşüm. Olar? Deməli, sən CV vermirsən. Qəbul da ediblər. Amma indi gəlib icazə istəyirsən, ha? Ayda, nə bilim, dedim birdən heç qəbul eləməzlər. Boş-boşuna səni narahat eləməyim də. Elə indi də məni boş-boşuna narahat edirsən. Bu söhbətləri nə qədər danışmaq olar? Ayda, nə olar, gedim də. Yek kəlmə olmaz.